Herkese salam, kanalıma hoş gelmişsiniz. Jurnalist Səidə Bəkir qızı sosial media hesabında və Rəqsanə xanımın yeni çıxan fotosessiyası haqqında qalmaqallı açıqlamalar verdikdən sonra Rəqsanə İsmailova onun haqqında sərt çıxış edib. Həmin görüntüləri sizlərə təqdim edirəm. Videonu izləyib fikirlərinizi də bizimlə paylaşmağı, kanalımıza dəstək üçün abunə olmağı unutmayın. Nətərilə ya bunların əlini neyniyək? Hərəsi bir dənə YouTube, Instagram açıblar, adlarını jurnalist qoyublar. Sən kimsən, sən bizim haqqımızda danışırsan, bəsdir də, ayıbdır, bəsdir də, neyniyək, duraq dava eləyək səndən. Qadınsan, get otur yetimlərini saxla, get öz işindən məşğul ol. Sən yaxşı peşəkar olsaydın, işini bilən olsaydın, kanalda saxlayardılar sənin. Kəllənə bir yumruq qoysan oradan bayratmazdılar. Bəsdir də, indi biz də ağzımızı açaq. Birini sən deyəsən, 15'ini mən deyəcəm. Nə istəyirsən, ayıb baxdı. Vallahi mənim kəlləmi qızdırarsan, gedib səni, o deyir, o kişi şu boyda da onun götünün saplağı var, ağzımı açmam. Sən Allah bilir, keçmişində hansı poxlar yemirsən. Niyə istəyirsən ki, biz sənə ağzımıza gələn deyək? Səndən işimiz yox, gücümüz yox. Açmırsan səhifəni, oradan zəhər qazanırsan, yetimlər və git zəhər və qazada. Bizim adımızı çəkmə də. Belə şey olar. Nə kişisi qanır, nə arvadı qanır, nə qədər olar, bəsdir də. Bəs abırsız, həyasız, bəsdir də. Sadəcə olaraq bəzi arada olan insanlar var ki, onlar arada durub mutilalıq eləyirlər. Bəlkə ona görə belə hal yaranıb ki, Niyaməddin müəllim mahnını sildirsə, mən düşünürəm ki, Niyaməddin müəllim elə insan deyil və Qumralın oxumağına da icazə verər. Mənə də dəfələrlə Hikmət Aslanov neçə mahnısını oxumuşam. Yəni, bütün mahnılarımı demək olar ki, Hikmətdən oxumuşam. Amma bir mahnıya görə görsən götürdü mahnını sildi. Amma düşünmürlər ki, bizim öz millətimizin qızıdır, öz evladımızdır, özümüzünküdür. Erməni oxumayıb ki, qıraq adam oxumayıb ki, özümüzünkü oxuyub da nə olar oxuyanda? Mahnının əti yiyiləcəkdir, nabrot qoy oxusun, hamı oxusun, nə olar? Və düşünürəm ki, Niyaməddin mənim həqiqətən də çox böyük ürəkli insandır. Və mən onun mahnılarını oxumuşam, həmişə də uğur qazanmışam. Və Niyaməddin müəllimdə düşünürəm ki, bu mənim içimdən gəldi, söylədim. Qumralın oxumağına icazə verər. Bu arada qaynaqlarımı çıxartdırmışam. Bu arada bir söz deyim. Mən sənətə təzə gələndə dəyərli xalq artistimiz, dəyərli sənətkarımız Niyaməddin Musayevin mahnılarına mən də müraciət eləmişəm. Gələndə demək olar ki, 6-7 mahnısını oxumuşdum və mənə icazə də vermişdi. Niyaməddin mənim çox gözəl insandır, çox böyük sənətkardır və o heç vaxt mahnılarımı oxuma deyib heç kəsə qadağan eləmir. Qumralı da çox istəyirəm. Təranə xanımın əsəblərinin cilovlanmağını da başa düşürəm. Valideyn həmişə öz evladı üçün istər-istəməz çabalayırsan da, mənim də başıma dəfələrlə bu gəlib. Mən Aysun üçün bax o hərəkətləri eləmişəm. Valideyn də əlbət göz balasını müdafiə etməlidir. Bu çox normaldır, çox gözəl də mən dəstəkləyirəm Təranə xanımı. Əsl ana belə olmalıdır. Və təbii ki, Niyaməddin müəllim də bizim hamımızın əzizimizdir, canımızdır. Mən düşünürəm ki, Niyaməddin müəllim Qumrala oxumağa icazə verəcəkdir. İş orasındadır ki, qadının haqqında danışır. Qadın qadına düşmənlik eləyir. Yəni, başa düşürsünüz nə demək istəyirəm? Yəni, sən qadınsan. Bir sənin vicdanın, bir sənin, necə deyim, bir vicdanı və əlivin üstünə qoy. Deyən ki, kiminsə haqqında danışıram, onun da balaları var, qulaq asırlar. Mən necəyəm, nətərim özüm yaxşı bilirəm. Sənin mənim təqdim eləməyə ehtiyacım yoxdur. Amma sən bu günlərim başa düş ki, yəni sənin də səhvlərin olub həyatında. Yəni bu günlərim düşərəm, səni istəyən o qədər jurnalist dostlarım var ki, səndən xoşu gəlməyən o qədər ətrafında sənin işlədiyin insanlar olubdur ki, hamı sənin keçmişimi bilir də, mən bilmirəm ki, onlar bilirlər. Örgənərəm hamısını, ağzımı açaram, yumaram gözümü. Amma mən istəmirəm. Deyirəm ki, nəyimə lazımdır mənim? Özü bilər, öz işi, hərənin öz şəxsi həyatıdır, qarışmıram. Mən qarışmağa da haqqım yoxdur. Sən mən hələ başıma o iş gələndə çıxıb ağzından böyük nələr danışmışsan. Niyə? Neynəmişəm? Sənə güllə atmışam. Sənlə mənim nə işim? Yəni, mən həmin adamam ki, pandemiyada mən Rusiyada 20.000 Azərbaycanlıya yardım eləmişəm. Nə qədər Azərbaycana cənazə göndərmişəm və nə qədər xəstələri больницalara yerləşdirmişəm. Bax, həmin qızam mən. Və sən onda haradaydın? Niyə onda belə cəmaata canfəşanlıq eləydin? Jurnalistin də Azərbaycandan. Bir dənə göstər ki, bir dənə insan əlindən tutmursan. Müharibə vaxtında hamıya əlimdən gələn, bacardığım qədər köməklik eləmişəm.
Mən həmin insanım. Həyatda da hamının problemi də ola bilər, hamının başına iş də gələr. Sən barmağı belə elə, mən olmayanda nələr danışmırsan? Xeyr ola, sən mənə düşmənçəliyin var. Heç mən tanımıram sən kimsən, heç tanımaq da istəmirəm. Sən niyə mənim haqqımda danışmalısan? Niyə? Qadınsan. Yəni, pandemiyada 20.000 Azərbaycanlıya mən yardım edəm qızam. Düzdür, demirəm, hamısı mənim pulman olub. Ancaq hər şeyin üzərində özüm durmuşam. Özüm dəlimdən gələn etmişəm. Amma eləmişəm. Xəstəxanalara insanları yerləşdirmişəm. Azərbaycana cənazə göndərtdirmişəm. Bax, həmin insanam mən. Amma sən hardaydın? Səidə Bəkir qızı. Sən hardaydın? Pandemiyada göstər ki, bir dənə insanın əlindən tutmursan, bir adama kömək eləmirsən də. Hardaydın? Nə olur, həyatda hamının başına hər şey gələ bilər. Bilmək olmaz bir saniyədən, bir dəqiqədən sonra nə baş verir. Sən mən olmayanda da barmağı belə göstərib ağzıma gələnləri danışmırsan. Sən və səni kimi bir çox dırnaq arasında olan savadsız, işini bilməyən, TikTok'dan, Instagram'dan yapışıb cəmaatı söyməklə pul qazanan haramzadalar sizlər. Nə istəyirsiniz bizdən? Nə alıb verə bilmirsiniz? Qadınsan, bir vicdanın olsun, bir Allahın olsun, bir mənliyin olsun. Bəsdirin də. Sən mənim ərimin kişiliyindən danışırsan. Əvvəla Fazil bəy bilir ki, onun həyat yoldaşı müğənnidir. Fotosesiya bütün dünyada eləyəndə yaxşıdır. Bəzi müğənnilər edəndə xoş gəlir sizə. Mənim daşım nə yaman ağır olub düşüb sizin hamınızın təpəvizə, el altından qalxmayasınız. Mənim ərimin kişiliyindən danışırsan. Bir günlük gəl, mənim ərimin sənə kişiliyini sübut eləsin. O həddə çatdırırsınız ki, bu formada danışım. Belə yaxşı eləyirəm. Ərim icazə verir, əlimin içindən gəlir. Sizə girib çıxan nədir bəs? Sizi yandıran nədir? O həddə çatdırmayım, mən də belə danışmayım. Mən də yaxşı eləyirəm, belə danışıram. Əgər Səidə, Fazil mənim kişini yoxlamaq istəyirsə, gəl göstərsin sənə. Bundan artıq bəs nə deməliyəm mən? Nə deməliyəm də? Sənin də ətrafın var, qonun var, qonşun var, hansısa bir mühitdə işlədiyin dövrlər var idi, o dövrlərdə var idi. Mən də onları açıb çıxaracağım ortalığa, onu istəyirsən? Sən mənim ərimin kişiliyindən danışırsan. Əvvəla Fazil bəy bilir ki, onun həyat yoldaşı müğənnidir. Fotosesiya bütün dünyada eləyəndə yaxşıdır. Bəzi müğənnilər edəndə xoş gəlir sizə. Mənim daşım nə yaman ağır olub düşüb sizin hamınızın təpəvizə, el altından qalxmayasınız. Mənim ərimin kişiliyindən danışırsan. Bir günlük gəl, mənim ərimin sənə kişiliyini sübut eləsin. O həddə çatdırırsınız ki, bu formada danışım. Belə yaxşı eləyirəm. Ərim icazə verir, əlimin içindən gəlir. Sizə girib çıxan nədir bəs? Sizi yandıran nədir? O həddə çatdırmayım, mən də belə danışmayım. Mən də yaxşı eləyirəm, belə danışıram. Əgər Səidə, Fazil mənim kişini yoxlamaq istəyirsə, gəl göstərsin sənə. Bundan artıq bəs nə deməliyəm mən? Nə deməliyəm də? Sənin də ətrafın var, qonun var, qonşun var, hansısa bir mühitdə işlədiyin dövrlər var idi, o dövrlərdə var idi. Mən də onları açıb çıxaracağım ortalığa, onu istəyirsən?